Hər vaxtınız xeyirli olsun, hörmətli izləyicilər. Dövlət ipotekasına yararlı, çox münasib qiymətlə satılan belə bir 4 otaqlı ev çəkib təqdim edirəm. İndir zirzəmi üzərində inşa olunub, görürsünüz, hardasa 12-13 daş kürsü üstündədir. Belə bir ayətyan əsası var, sot yarımda inşa olunub, evimin və torpağın küçəsi var. Solda gördüyünüzdə artıq yaşayış var. Evdə mərtəbə arası manuel betonla, ikinci mərtəbənin yekunundan da beton kəməri atılıb və 60-ın 60-a təməl üzərində inşa olunub. Masazırda 6 nömrəli məktəbin 200 metrliyində yerləşir. Ayətyanı sahə bu qaydadadır. Ətraf tamamilə yaşayışlı hündür evlərdən ibarətdir. Qaz, su, işığı fasiləsizdir. Mərkəz kanalizasiya var. Bura evin zirzəmi sahəsidir. Burada artıq əlavə əşyalar var ki, onlar çıxarılacaq. Bütün otaqlara keçid qoyulub. Keçilməsi digər hissələrlə tanış edəcəm. Dəyərli izləyicilər, bu gördüyünüz qapı pilləkənin alt hissəsi kombi aparatı üçün nəzərdə tutulub. Kombi aparatı burada hazır qoyacaqsınız qapadılmış hissədə. Və evin təmiri ideal təmirdir. Möhkəm bir evdə, hörmətli izləyicilər. 4 tərəfdən cüt daşla inşa olunub, cüt kubiklə inşa olunub. Tikintidə kərpicdən istifadə olunmuyor. Görürsünüz, fasadda qabançıq daşlardan istifadə olunub. Ayətyanı sahəyə baxa bir də hündür, rütubətsiz ala bir ərazidə yerləşir. Daxil oluruq evə. Evin foyesi bu qaydadadır. Üzbəyiz otaq. Zal hissədir, solda mətbəx sahəsidir, sağda sanuzel. Sanuzel hər iki mərtəbədə istipoldur. Pilləkən laklanacaq, alıcı. İnşallah ev satıldıqdan sonra pilləkən laklanıb alıcıya təhvil veriləcək. Gəlin elə sol hissə ilə davam edirik. Solda yerləşir böyük bir mətbəx sahəsi. Təxminən 16-18 kvadrat metrli bir zal hissə mövcuddur. Bütün deməli tikinti keyfiyyətlərinə riayət olunaraq inşa olunub. Bura evin zal hissəsidir. Dəyərli izləyicilər, televizyon üçün belə bir yer nəzərdə tutulub. Görürsünüz, çox səliqəli təmirdir. Həqiqətən də açıq rənglərdən istifadə olunub. Cüt kubiklə inşa olunub. İsidilmə kombi vasitəsilə təchiz olunacaq. Radiator xətləri bütün otaqlara çəkilib. Burada yerləşir ilk mərtəbənin sanuzeli. Asma tavanla yığılıb. Pilləkənin alt hissəsindən əlavə əşyalarınızı yığa bilərsiniz. İndi gəlin qalxaq. Mən sizi yuxarı mərtəbə ilə tanış edeyim. Bir daha qeyd edeyim. 60-ın 60-a karkas beton üzərində inşa olunub. Mərtəbə arası manuel betondur və ikinci mərtəbənin yekununda beton kəmər atılıb. Buradan eyvan sahəsinə çıxış var. Bu hissəni mən sizə göstərim. Buradan eyvan sahəsinə çıxış var. Bax, bu gördüyünüz bina məktəbdir. Məktəbin düz yanında Araz market var. Arası maksimum 200 metr olar. Masazırda 6 nömrəli məktəbin yanında metroya gedən 569 nömrəli marşrut yoluna yaxın bir məsafədə yerləşir. Burada isə yerləşir 3 yataq otağı və sanuzel. Solla davam eləyək. Burada belə bir böyük yataq otağı var. Daha sonra növbəti belə bir böyük yataq otağı var. Pəncərələrin qarşısına heç bir maneə kəsmir. Burası ümumilikdə 4-cü otaq. Buradan da günəş işığı çox rahat düşə bilir. Görürsünüz, burası 2-ci mərtəbənin sanuzeli. Qiymət 113.000 manatdır. Real alıcılara endirim olunacaq. Evimiz dövlət ipotekasına yararlıdır. Kreditlə satılmır, nağd satılır. Satışları büdcəyə uyğun evlərimiz var. Əlaqə saxlamağı unutmayın. Sağ olun, hələlik.